Övladım 3 yaşındadır, lakin danışmır. Bu hal normaldırmı? Autizm sağalır. Əqli geriliklə autizmin fərqi nədir? Terapiya müddəti nə qədər çəkəcək? Kimi suallar ən çox qarşılaşdığımız suallardandır. İlkin olaraq qeyd etməliyəm ki, uşağın 3 yaşa qədər nitqinin olmaması normal hal sayılmır. Lakin nitqin mövcud olmamağı hər zaman autizm mövcuddur demək deyil. Ümumiyyətlə, autizm, əqli gerilik, psixi inkişaf ləngiməsi kimi bir çox vəziyyətlərdə ortaq əlamətlər mövcud ola bilər. Nitqin olmamağı və ya ləngiməsi, özünə qapanma, göz təması qura bilməmək, ünsiyyətə girməkdə və deyiləni anlamaqda çətinlik həmin ortaq əlamətlərdəndir. Bu əlamətlər qeyri-spesifik əlamətlər olduğundan bəzən valideynlərdə çaşqınlıq doğura bilər. Əgər bu əlamətlər sizə də tanışdırsa, mütəxəssisə müraciət etmək mütləqdir. Sizin üçün anlaşılmaz olan bütün suallara cavab tapa biləcəyiniz Pozitiv Psixologiya Mərkəzində bütün bu qeyd etdiyim halların diaqnostikası hər bir sahəyə uyğun fərqli mütəxəssislər tərəfindən həyata keçirilir və hər bir uşağa uyğun individual terapiya planı qurulur. Məqsədimiz xüsusi qayğıya ehtiyacı olan övladlarımıza və onların ailələrinə dəstək olmaqdır.